izləyicilər, hər birinizi yenidən xoş gördük. Bugün fərqli bir formatda hamınızı salamlayırıq. Normalda Xonçadan söhbətlərin digər buraxılışlarında bizi masa ətrafında ləzzətin tarixi haqqında danışarkən görürsünüz. Bugün biz Xonçadan söhbətlərin arxa fonunda, mətbəxindəyik və Rəna xanımla birlikdəyik. Bəli, bizim məkanda sizi xoş gördük, Zərifə xanım. Təşəkkürlər. Biz artıq həm danışacağıq, Həm də işləyəcəyik. Əvvəlki bölümlərdə biz şokoladın tarixçəsindən danışdıq. Düzdür, Zərifə xanım? Bugün isə biz şokoladın hazırlanması və praktik bir veriliş hazırlayacağıq. Bugünkü verilişin niyyəti xanımların evdə sadə bir usulla şokoladlar tempere edib şokoladı hazırlamasıdır. Və sonunda çərəzlərlə biz onları bəzəyəcəyik və əminəm ki, mənim verilişimdən sonra hər kəs evdə az da olsa şokoladı hazırlaya biləcək. Və bugün çox xoşbəxtəm ki, birinci belə verilişimi belə gözəl xanımla, Zərifə xanımla biz başlayırıq. Zərifə xanım veriliş qabağı dedi ki, Rəna xanım, mən mətbəxdə mükəmmələm, mətbəxdə işləməyi sevirəm. Ona görə də niyyətləndik ki, sayəsində yox amma. Bəli, təkcə mənə yardım olmasın, həm də özü də bir şokoladı hazırlasın. Baxaq indi nə qədər siz dedikləriniz doğruydu. Görək. Demək, bugün şokoladı əritməyi və tempere eləməyi belə sadə bir yolla öyrənəcəyik. Bir-iki məqam var ki, hər kəsin diqqətinə çatdırmaq istəyirəm. Birinci, otaq 18 dərəcədə olmalıdır. Yəni, indi düşünürəm ki, xanımların hər kəsin evdə bir su kondisioneri mətbəxtində var. Bəli, 18 dərəcə olmalıdır. Bu da şokoladın əridib və düz temperaturuna, dərəcəsinə salmağa bizə kömək edəcək və iş zamanı deyəcəm ki, necə problemlər ola bilir əgər otaq temperaturu isti olsa, şokolad düz dərəcədə olmasa, qeyd etdiyim kimi biz hazırladığımız şokoladlar əldə deyil, ağızda əriməlidir. Və bu sirri bugün açacağıq sizinlə. Demək belə, şokoladı götürürük və mikrodalğalı sobada əridirik. Amma impulslarla, yəni sobada 4-5 dəqiqə qoymuruq. Əridikcə qarışdırırıq. Nəyə görə? Çünki şokolad yağlıdır, yana bilər. Rəna xanım, biz şokoladı marketlərdən alanda üzərində nələrinsə olduğuna diqqət eləməliyik? Bəli, kakao yağı tərkibində olmalıdır. Qeyd etdiyim kimi 50% olanda qara şokolad olur, 30 və daha az faiz olanda südlü, 28 falan artıq ağ olur. Və mütləq ki, biz ona diqqət yetirməliyik. Demək, mikrodalğalı sobada impulslarla biz bu şokoladı əridirik. Hissə-hissə, bəli. Əridikcə qarışdırırıq ki, şokolad yanmasın. Və mütləq ki, bugünkü bunun üçün bizə nə lazımdır? Termometr. Biz bunu ölçməliyik. Yəni, bunsuz olmur. O da marketlərdə mövcuddur, almaq olur. Baxmaq olar ona. Bəli. Bu indi biraz fərqlidir, amma xanımlar... Bu daha professionaldır. Bu professionaldır, bəli. Amma xanımlar yəni dükanlarda əldə edə bilər. Əldə etməsələr də bəzi sirləri açıqlayacaq. 2020-ci ildən bir çoxlarının evində məncə termometrlər var. Onlardan istifadə etmək olar. Qeyd etdiyim kimi mikrodalğalı sobada 45-50 dərəcəyə qədər şokoladı əridirik. Getdik əritməyə. Demək, şokoladımızı əritdik. Qeyd etdiyim kimi ölçürük. 45-50 dərəcə olmalıdır. Mənim də temperatur Zərifə xanım da ölçənim var burada. Tam 45 dərəcədir. Belə əridirik. Dənəciklər falan yoxdur. Düzdür? Homogen deyilir də yox. O kəlməni axtarırdım ki, deyə siz dediniz. Bəli. Büyüncüsüz falan belə də axmalıdır. Çox gözəldir. Gəlir biraz çətin məqam. Siz də öz iddianızı doğrultmalısınız. Yəni, mükəmməlçisiz mətbəxdə. Şokoladla çox da... Bəlkə aşpaz kimi doğrudur, amma qənnaçı kimi indi baxacaq. Mən əlimdən cheesecake pişirməyə gəlir yaxşı. Biz bugün cheesecake günü qeyd edirik. Amma şokolada ona görə də iddiamda çox üstündə dayana bilməyəcəm. Demək, xanımlara nə demək istəyirəm? Məndə burada gördüyünüz kimi mərmərdən olan masa var. Əlbəttə ki, mətbəxdə hər kəsdə belə bir masa yoxdur. Ancaq ki, bir balaca parça
mərmər düşünürəm, hər kəsdə bir balaca Tapmaq alıb olar ən tapmaq azından. olar. Zərifə balaca bir mərmərin üzərində işləyəcək. Nümunə kimi insan xanımlara və izləyicilərimizə göstərsin. Mən edirəm, siz təkrarlayırsınız. Demək, nə edirik? Şokoladı masanın üzərinə və ya mərmərin üzərinə belə Hamısını hamısını bəli. ümid edirəm əlimdən salmaram. O qədər lazımdır. Təkrar siz onu ora Tamam. çevirəcəksiniz. Və nə edirik? Masanın üzərinə belə yayırıq. Artıq o bir şpatilə. Tamam, bunu Mən qoyuram göstərirəm, onda. siz təkrarlayırsınız Zərifə xanım. Tamam. Buyurun. Və sonra nə edirik? Yəni Ha, belə bunu şpatilə götürürük. olmasa da olar. Beləsinə də yarayır. Düşünürəm hər kəsdə evdə Qanladım var. məmulatı satılan mağazalardan tapmaq Var, olar. rahat var. olmayacaq. Hamısı var. Demək, nə edirik? Biz bunu yaydıqdan sonra belə tam olaraq altını belə şokoladı qarışdırırıq. Deyim niyə? Çünki altı donur, siz qarışdırandan sonra nə olur? Dənəciklər olacaq, siz düyüncüklər Aa, olacaq, anladım. hansı ki bizə heç də lazım deyil. Ona görə də bax bu tərzdə biz şokoladı soyuduruq. Məncə bunu kişilər də rahatlıqla eləyə bilərlər. Demək belə, bugün biz südlü şokolad hazırlayırıq. Niyə? Çünki əksər insanlar daha Südlü çox şokolad südlü sevirlər. şokolad sevir. Bəli. Və hər şokoladın özünə görə dərəcəsi var da, yəni. Hə. İndi südlü şokoladla ağ şokoladın faktiki eynidir. Bir fərqli olur qara şokoladda, onu da deyəcəm. Demək belə, biz burada neçə dərəcəyə kimi soyuduruq? Zərifə xanım 27. 27 dərəcəyə qədər biz soyuduruq və nə edirik? Mən niyə Biz bundan bunu istifadə edirəm? termometrlə ölçürük. Zərifə xanım, Bəli. bir şey də etiraf edim. Çoxları təbii ki, şokoladla işləməyi çox da sevmir. Niyə? Çünki üstləri batır, hər yeri batır. Mən bunu hal-hazırda qırağa daşmasın deyə böyük bir səy göstərirəm. Bəli. Hələ biraz mənim şokolad- obsessiyanız varsa, Bəli, hər problematik işdir. hər üç növ şokoladı əridirik və eyni dərəcəyə gətiririk. Yəni 45-50. Sonra hər üç növ şokoladı masa üzərində 27 dərəcəyə kimi bu şəkildə soyuduruq. Yəni şokoladı dərəcəyə salmaq üçün bir çox növləri var. Bugün mən mərmər üzərində belə göstərəcəm. Bu Sonra- proses ortalama nə qədər davam eləyir? Artıq 27 dərəcədəyik. Neçə dəqiqə oldu? Sonsuzluğa doğru gedə bilərmiş kimi gəldi Yenə də mənə. qeyd etdiyim kimi o asılıdır otaq temperaturundan. Ha, 18 dərəcə olmalıdır. Ya biz neçə dəqiqə bitirdik? Bir 5 dəqiqə bitirdik. Yəqin ki, Düşünürəm edən. olar. İndi isə mərmərin üzərindən Yenidən qaba. qaba. Bəli, qaba Anladım. doldururuq. Bu şəkildə. Biraz çətin ola Mən bilir. biraz daha- Zərifə xanım, baxın. Bir balaca miqdarda götürüb belə. Mən biraz mərməri irəli çəkəcəm sizə məncə. göstərərəm. Bir dəqiqə. Bu şəkildə tam masanın üzərindən götürüb qaba yerləşdiririk. Hə, Zərifə xanım. Heç asan iş deyil. Amma ən sevdiyim, zövq aldığım bir işdir. Artıq bu şəkildə bitirdik. Masamız təmiz. Artıq mən öz işimi bitirdim. Zərifə xanım isə iddia eləyirdi. Mən şokoladı iddia eləmirdim, mənim şokoladım biraz dondu. Mən indi sizə yardımcı olacağam. Hə. Bu arada verilişimiz çox şən keçir. Bəli, mən şokoladı tamamladım. 45-50 ağlayıram dərəcəyə şokoladı əridib gətirdim. 27 dərəcəyə qədər masa üzərində soyutdum və qaba yerləşdirdim. Zərifə xanım isə hələ də çalışır. Amma nə edək, Məncə mən bu aləti dəyişsəm daha Dosta yaxşı. yardım. Yox, Yox, mən indi bir dəqiqə. Olmaz. Bir dəqiqə. Yox. Tamam, Mən siz edirəm, siz təkrarlayırsınız. Şokoladı əritdik, 45-50 dərəcəyə çatdırdıq. Sonra mərmər stolun Üzərində üzərində 27 dərəcəyə qədər biz onu soyutduq. Soyutduq. İndi isə biz südlü şokoladı işləmək temperaturu
28-29'dur. Biz fenlə qarışdıraraq onu 28-29 dərəcəyə qaldıracağıq. Yəni belə bir alət evdə olmasa da düşünürəm Saç fenindən həll eləmək güclü olar. saç fenindən Hər də şeyə bir alternativ var. işlətmək Təki siz istəyin. olar və biz bunu hardan tapıb ala bilərik? İnşaat malları mağazasından, mağazasında, hətta Mingir Xırdavat bəli, mağazalarında da olur ala məncə. bilərik. Demək, nə etdik? 27 dərəcədə olan südlü şokoladımızı 28-29 dərəcəyə çatdırırıq. Ay, çox gözəl. İddiamızı doğru Mərmər bilirdik. üzərində işləyə bilməsəm də. Fırladırıq. Bəli. Hər Qabı şeyi- da deyəsən dayanmadan fırlatmaq lazımdır, Bəli, əsas bəli, məsələ. bəli, Məncə artıq 28 dərəcə olar. Ola bilər. Yoxlayın. 29 dərəcə. Biraz daha qarışdırıb Bəli. 28-ə çatdıra bilərik məncə. Artıq hər ikimiz şokoladı, necə deyirlər, işlək dərəcəsinə gətirdik. Demək, şokoladımızın dərəcəsi doğrudur, düzdür və biz nə edirik? Biz artıq şokoladı hazırlamağa yeni etapa keçirik. Demək, nə edirik? Mən hazırlayacağam qəliblə. Amma evdə bəlkə kimdəsə, sizdə var qəlib evdə? Yox. Yox. Demək ki, o qəlib Cupcake olmadığı qəlibi üçün var, amma qəlibsiz hazırlayacaq. Mən şokolad isə yox. qəliblə. Kimin ki evdə qəlibi yoxdur, biz onu harda əldə edə bilərik? Şirniyyat ləvazimatları Bəli, mağazasında oradan əldə bir edə çox yerdə də bilərik. var. İndi birinci, qəlibi nə edirik? Bir məqam da var, unutdum demək. Şokolad su sevmir. Ona görə bizim bütün qəliblər və ya işlədiyimiz yerlər, hər şey quru olmalıdır və spirtlə silib qurutmalıyıq. Eyni şey də qəlibə də aiddir. Təmizləyirik, yuyuruq, quruduruq, amma belə qəlibləri qab yuyan süngərlə sərt tərəfi deyil, sadəcə yumşaq tərəfi ilə biz onları yumalıyıq, quruduruq və sonra spirt ilə dezinfeksiya edirik. yox, təmizləyirik ki, tam təmiz olsun ki, şokoladı biz məsələn hazırlayandan sonra tam bu şəkildə ləkəsiz olsun. Hamar olsun. Hamar, ləkəsiz, gözəl olsun. Və pambıqla ya disklə bunu belə təmizləyib quruduruq. Niyə spirtdən? Çünki spirt uçur və burada su falan heç nə qalmır. Amma su ilə eləsək təbii ki, orada qalar. Damcılar qala bilər. Mən qəlbi təmizlədim, qurutdum. Artıq bir balaca Zərifə xanım üçün çətin olacaq. Amma mən bununla işləməyi sevmirəm, nə yalan deyim. Mən belə edəcəm. Təkrarlayır. Tamam. Mən göstərdim, siz isə təkrarlayırsınız. Təkrarlamağa çalışacağım. Deyək. Biraz yuxarıdan ki görəsiniz, bunu aşağıdan. Afərin. Yetər o qədər. Hətta anladığım qədərilə belə elədiniz. Ən ideal variant barmağı çevirirsən ki, şokolad arxadan qalxmasın. Vay be. Bu arada Rəna xanımı bir çoxlarınız səsindən tanıya bilərsiniz. Biz bunu hardan bildik? Paylaşdığımız videolara gələn şərhlərdən. Çünki Rəna xanım uzun bir müddət televiziyada mətbəx verilişlərinin birində şef kimi çıxış edib. Və hətta kamera arxasındakı dostlarımız da bizə dedilər ki, Rəna xanımın səsindən tanıyırlar. Çərəzləri Dekorasiya yerləşdiririk. Çərəzsiz də etmək olar, amma düşünürəm ki, çərəzlə daha maraqlı olar. İstədiyiniz çərəzlər, kişmiş, ərik qurusu, əncir qurusu, indi qozan da edərik. Belə, fıstıq. Hətta qızılgül də istifadə edə bilərik. Daha rəngli, gözəl görsənsin. Yenə də bu izləyicilərimizin zövqünə bağlı. Kim nə istəyirsə, onu da daha nə çevirsə istifadə edə bilər. Artıq şokoladlarımız hazırdır. Nəyə diqqət yetiririk? Artıq sərtləşib və biz bunu formadan indi çıxardacaq. Nə edirik? Qəlibi belə biraz çırpırıq və Zərifə xanım indi bunu çevirəcək. Anidən çeviririk. Bəli, yavaşca. Opa! Birini biraz
İndi Uzağa saldıq. bəli, indi göstər. Şokoladımız mən deyən kimidir. Parlaqdır. Parlaqdır. İndi birini qır. Səs gəlir. Səs gəlir və gördüyünüz kimi əldə ərimir, ancaq Ağızda əriyir. azda əriyir. Və əminəm ki, hər kəs bu göstərdiyimiz verilişi izləyib və düz təkrarlasa, Zərifə xanım kimi hər şey düz Gözəl olacaq. nəticələr Öz əldə elədiklərindən də biraz Gəlin baxaq, hamısı normaldır. Və bir şey də soruşum sizdən. Normalda evdə istifadə etdiyimiz soyuducularda neçə dəqiqə qalmalıdır şokolad? şokolad soyuducu sevmir. Aha. Bəli. Hətta elə o yadıma düşürdü, deyirdim, mən nəsə demək istəyirəm. Çox videolarda baxıram, bəziləri şokoladı əridib, bu formaya salıb buzxanaya atırlar. Aha. Soyuducuda buzxana tərəfdə. Məncə hər kəs ömründə bir dəfə eləyib ən bəli, azından. və təbii ki, bir neçə müddətdən sonra sərt olur, amma sonra %100 əminəm ki, sonradan artıq otaq temperaturunda şokolad əriməyə başlayacaq və belə formasını saxlamayacaq. Ona görə də şokolad ən sevmədiyi şey nəmişlikdir, soyuducudur, sevmir. Otaq temperaturunda biz onu soyutmalıyıq. Otaq temperaturu da neçə dərəcə olmalıdır? 18 dərəcə. Əlavə olaraq hər zamanki kimi demək istəyirəm ki, kim hazırlaya bilir, vaxtı, şəraiti, zamanı varsa hazırlaya bilər. Amma kimin ki vaxtı və şəraiti yoxdur, nə etməlidir? Xonça şirniyyat evinə gəlib bunları əldə edə bilərsiniz. Bugünlük bizdən bu qədər. Yeni verilişdə hər birinizi gözləyəcəyik. Xudahafiz. Sağ olun, gələn görüşlərə dək.